Dəyərli izləyicilər, bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. İcra rəisi və icra məmuru alimenti və borc pullarını alıb yedi. Azərbaycanda şok bir cinayətdən danışacağım sizə. Belə ki, Gədəbəy rayonunda icra və probasiya sistemində ciddi korrupsiya faktı üzə çıxıb. Aliment və borc işləri üzrə vəsaitlərin mənimsənilməsi ilə bağlı vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib. Global.net.com xəbər verir ki, Gədəbəy rayon icra və probasiya şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə daxil olmuş materiallar əsasında Baş Prokurorluq yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində başlanılmış cinayət işinin istintaqı tamamlanıb. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İbtidai istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər 2021-2025-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək aliment və borc tələbləri üzrə şöbəyə daxil olan icra işləri ilə bağlı vətəndaşlardan tələbkarlara çatdırmaq adı ilə müxtəlif məbləğlərdə pul vəsaiti alıblar. Lakin həmin vəsaitləri təyinatı üzrə ödəmək əvəzinə dələduzluq yolu ilə mənimsəyiblər. Bundan başqa onların rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığına yol verdikləri də istintaqla təsdiqini tapıb. Toplanılmış sübutlar əsasında Elxan Abbasov və Səbuhi Hüseynova